Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli futbol həvəskarları. IQ Sportsun media layihəsi Tura Baxış efirdədir. Sponsorlarımızı bir daha xatırladaq. Xırdalan 00-ın sponsorluğu ilə bu verilişimiz ərsəyə gəlir. Bu Azərbaycan brendinə, məhsuluna öz təşəkkürümüzü bildiririk. Bizimlə əməkdaşlıq etdiyi üçün. Eyni zamanda bizim daha bir sponsorumuz da var ki, Topaz Fan Klubdan gedir söhbət. Yeni ailəmizə qoşulan sponsorlarımızdandır. Həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox rahatdır. Hər 1000 manat depozitə görə 15 AZN hədiyyə istəyirsənsə, Topaz Fan Klubuna müraciət edə bilərsən. O zaman Topaz Fan Klubu tətbiqində hər depozitdə 244 751 voucher kodunu da istifadə eləmək lazımdır. Bu koddan mütləq yararlanmaq lazımdır ki, həmin o voucher kodu da hazırda aşağıda sizə Twitter vasitəsilə təqdim olunur. Həmin o kodu yazırsınız, yığılan bonusları hər həftənin ikinci günü VBB Topazın WhatsApp nömrəsini yazaraq həftəlik dövriyyənizə görə bonusunuzu maaş kimi alırsınız. Əgər hələ də Topaz Fan Klubda qeydiyyatın yoxdursa, 20-1000 manat arası ilk depozitdə Topazdan 15% və voucher alarkən 244 751 VBB Pay seçmisinizsə, VBB Topazdan da əlavə 10%, ümumi isə 25% bonus qazana bilərsən. Təşəkkürlər sponsorlarımıza. Çox sağ verilişimiz sona çatdı. Mövsüm bitib, amma biz fəaliyyətimizi davam etdiririk və mövsümü ayrı-ayrı klubların ifasında dəyərləndirəcəyik. Təbii ki, birinci buraxılışımızı çempion komanda ilə başlayırıq. Qarabağ komandası və yanımızda da əfsanənin kimliyini görürsünüz. Azərbaycan futbolunun, müasir Azərbaycan futbolunun, Qarabağ klubunun əfsanələrindən biri. Milli komandamızda 60-dan çox oyun keçirən, 4 dəfə Azərbaycan çempionu olan, düzdürmü? Xəzərlənkiranla 1, Qarabağla 3 dəfə Azərbaycan çempionu olan, elə hər iki klubla da Azərbaycan kubokunu başı üzərinə qaldıran Vüqar Nadirov bizimlədir. Eşq olsun, təşəkkürlər Vüqar. Sağ olun siz, çox sağ olun. Ali ki, Ruslanı çox sağ ol. Ruslan da oradan zəng elədi mənə, dedim. Yəni sevə-sevə gələrəm. Təşəkkür. Zəng elədi, yoxsa vızıv atdı? Bu mənə çox maraqlıdır. Yox, zəng eləmədi. Vızıv var, vızıv ancaq skorun çağıra bilərsən. Səndən nə istəyirsən WhatsApp-da vızıv atdı mənə əslində. WhatsApp-la? WhatsApp-da vızıv. WhatsApp-da Mən də avratını yığdım. Dedim, nə olub ki? Aysi, çox sağ olun, minnətlərim oradan da. Fərqli formatdır. Bilirəm, xeyirli uğurlu olsun. Yəni oradan çoxdan da izlədim. Mən də birdən Şəmkirdə bir də gördüm, Nasterinim zad olmadı. Əsəbləşib verirdim. Sıracı YouTube-da baxırdım Ruslana. Çəkənə nə oyun çıxartmışsınız? Şimdi ailə vurmuşam bir-birindən gələndə. Oradan da maraqlıdır. Xeyirli uğurlu olsun həmişə. Bundan da böyük layihələriniz olsun inşallah. Təki Azərbaycan futboluna qatqımız olsun. Bəli, əlbəttə. Faydamız olsun. Deyib gülmək də yaxşı şeydir. Problem var, uzun illərdir var futbolumuzda. Sən oynadığın dövrdə də olub, milli səviyyədə, klub səviyyəsində, amma biz də media olaraq, elə azarkeşlər olaraq, elə hansısa qurumlar olaraq çalışırıq ki, bu çatışmazlıq problemi aradan qaldıraq. Gördüklərimizi deyək ki, bəlkə nə zamansa düzəldildi o problemlər və gələcək nəsillərimiz heç olmasa futboldan həzz alsınlar, zövq alsınlar. Plus, sənin sözünə qüvvət. Bizim bu verilişimiz YouTube formatı olduğu üçün həm də o birisi verilişlərdən, onsuz da zaten futbol haqqında, çempionat haqqında, Avropadakı keçirilən oyunlar haqqında olan məlumatı verirlər. Yəni çoxdur elə bir verilişlər. Yəni bizim kimisi olan yəni yox. Burada həm futbol danışırıq, həm gülməli söhbətlər danışırıq. Gördüyün kimi Səmimi danışırıq. Rahat oturmuşuq. Pivədə neçə-neçə. Oturmuşsan məhəllə uşaqları ilə söhbət. Yəni burada heç efirdə oturdun, sən indi birinci qonağımızsan, səndən sonra da indi planlaşdırırıq inşallah gələcəkdə. Əgər tamaşaçılarının xoşuna gələsi olsa, bəyənsələr, desələr ki, bəli, oradan da bu veriliş də maraqlı oldu, belə də davam edin. Çox ki, Sən bir dənə qəlyanı çatmırdan. Yox, demək ki, kriveska gətirmir hələ ki. Bizdə hətta Vüqar, yəni Ruslanın bütün sözlərinə qatılıram. Başqa verilişlərdən fərqli olaraq bizdə qonaq özünü qonaq hiss eləmir. Buranın bir hissəsi hiss edir. Çox böyük ehtimal verilişin sonuna artıq səndən borca pul da ala bilərik. Yəni biz o qədər yaxınıq. Yarışa gedirlər, bilet ala bilmirlər. Adamlardan deyirlər bilet uşağa bileti. Nə idi o bilet? Kimdə pul yoxdur, pul çatmır. Bilmirəm də adını tapamıram hələ kimdir o. Amma sağ olsun da oradan da Zabit müəllim bizi Cevo şirkəti yoxdur. Hər şeylə təmin elədi. Məsələn oradan PFL bizə 4-5 nəfərə bilet aldı.
Qarabağ sağ olsun stadionu təmin elədi, məşq eləmək üçün Tofiq Bəyərovun Qəşəng. tablonun arxasında. Yəni sağ olsun Oqtay müəllim yenə də Neftçi bazan. Yəni yenə deyirəm biz orada çünki Azərbaycanın adı gedir. Orada fərqi yoxdur incəsənət. Yəni hər Siz bir getdiniz sahədən bu var. yarışdan indi hansı ki çempionat Yəni keçiriləcək ondan bilməyənlərə gəlin danışırsınız. açıqlama verək də. Əziz Okey. dostlar, bu ayın 6-sı 7-sindən Moskvanın Rusiya şəhərində Ha. Moskvada çox mötəbər bir yarışma Dünya çempionatı. olacaq və incəsənət xadimlərinin Bəli. arasında və aralarında komandada bir neçə 3 dənə Peşəkar peşəkar oynaya futbolçu. bilər. 3 nəfər peşəkar iştirak Sən sonra edirlər. ikisi kimdir? Mən deyir Ramaldır, Hüseynov. Ramal Bir də Hüseyn İskəndərov var. Hüseyn İskəndərov. Mənə də Bizim üç deyirdilər, futbolçumuz. Şəkər Onlar Rüstəm sözümü Demirel. çatdırmaqra. Buyur müəllim. Sonra kommentlərdə yazırsınız ki, Ələkbər Ruslanın sözünü Axırıncı kəsir. davalarıdır, hörmətli izləyicilər. Yəni, Axırıncı ona gələcək. davalarıdır. Deməli, Azərbaycanımızı orada təmsil edəcəklər. Biz təbii ki, Vüqar uğurlar Sağ arzulayırıq. olun, razı Bütün olsun. komandaya. Bilmirəm komandada sizdən başqa kimlər var, amma onlar hamı Ya Azərbaycanı aktyorlar təmsil edir. desəm tanıyarsınız. Yox, Aktyor da var, əlbəttə müğənni də tanıyıram, var. Vüqar əlbəttə. Bəxtiyar müğənni, Səlim Çox Abbasovdur, Vüqar O, Şəfiyevdir. Səlim yaxşıdır futbolda. Hə. Çox gözəl. Messimizdir. Neçəsi var uşaqlardan çox var. Major Liqada Səlim Altun başını oynatmış. Mətəboğludur, Anar Cəfərov o da blogerdir. Çox Video, gözəl. hə, çoxdur, yəni var. Yeri gəlmişkən, ayın 11-i isə Siz Media Liga komandamız Sana hə. Gürcüstana turnirə gedir. Orada da Gürcüstan, Qazaxstan, İtaliya və Azərbaycan Sən də orada da yersən. turnir olacaq. Mən Media Millisinin Baş baş məşqçisi kimi Maşallah. təbii ki, Tura olacaq. baxış sənə düşdü Baş ya. məşqçi kimi sən getmisənsə daha Tura baxış deyirəm düşdü ya. Çempion kimi Ələkbər. gedirsən. Kim versən Rusik? Yəni Tura baxış düşdü. Bizi gəldi Media Liqada birinci oyun, yəni yaxşı mənada arxaya nəşçi mən sözü inanmam, zadura, bura, zadura. Bilmirəm da. 10-0. Yox, bir axırıncı Bakıda çıxdıq 1-0-dı, amma orada problemlər bilməm oldu. Neçə dənə futbolçu oynadı. Yəni orada lipalardan tutdular da suda. Ay, deyir ki 30 metrədən ştraf vuranmaz futbolçu. Ondan nasıl qanunları var? Sonra demirsən bir dəyişdilər sonra. olmalı. Dedilər kim hardan istəyir vura bilər. 30 metrdən Sonra cərimə elədilər. vururlar. Qulaq, sən ən uzaq qolu neçə metrədən vurmusan təxminən? Bu Ba- 30 35 Yo, yo. 40-dan pet Neftçiyə vurmuşam. azlayırdı. Çox sağ ol, Vüqar. Çox sağ ol. İsmail özü aparırdı. O desin. Amma bax elə hörmətli izləyicilər, sizə də belə bir xitab eləyirik, sorğu təşkil eləyək. Okey. Vüqar Nadirov deyəndə hansı qol ilk olaraq ağlınıza gəlir? Məsələn, Vaqif Cavadov deyəndə Rusiya millisinin qapısına vurulan qol ağlınıza Ya da gəlir. Almaniyaya uğulavoyda. Rəşad Sadıqov deyəndə Türkiyə, Rosenborg. Rosenborg, US millisi, yəni bu qollar ağlınıza Çoxdur, gəlir. Ruslan Əmircanov Ruslan deyəndə hansı Əmircanov qollar deyəndə gəlir? Onun baş Interə çəkdiyi vurduğu danışmalar. cərimə zərbəsi qolu məsələn. Hansı Vüqar Inter Nadirov deyəndə şəxsən məndən soruşsaz Vüqar Nadirovun ən yaxşı qolu Jefrua Qışar Arena Saint-Etienne vurduğu qol. Özü şərik. Özüm şər eləmişəm. O zaman var. Saint-Etienne 1-1 olmuşdu. Sən nə deyirlər? Hə, Vüqar 1-1 olmuşdu. Nə gəldi kvadratı bastı vurdu nətər Hə, gəldi. sizə görə Vüqar Nadirovun Direkt başı üstündən inançına nətər gəldi qol vurmaq olar. sizə görə Başını Vüqar qaldırdı. Nadirovun ən yaxşı qolu hansı olub? Belə Vüqara da sual verəcəm. Vüqar Şərhlərdə yazarsınız deyərsiniz. ən baxımlı qol sənə görə hansı olub? Yəni Ən yadda qalan qolunda. vaxt amilinə baxanda Wisla Krakow. Niyə? Hı. Hələ Rauf görüşürdü. Mən necə qol vurdum. Bilmirəm baxmısınız ona yoxsa yox. Wisla Krakow Polşada. 30-nu hardasa 40-50-ci saydı yəni. O Saniyədə Sorry. kimdən görüşürdü ki? Rauf elə şeylə görüşürdü. Gəldi ki, yəni Qurban müəllimlə görüşdü. Ondan sonra gəldi bir skamyakada olanlar. Gördü tap, mən vurdum. Baxmısan ona. Yox, onu bir dənə video var. Onu göstərərik. O Rauf oynayırdı. Mən Raufun yerinə çıxdım. Hə, sən Rauf'un yerinə çıxırsan oyunda. Rauf gəlir ki, müəllim sağ olun da. Sağ ol. Sonra hə bir Üst girən kimi soxdu. Elə bizdə şey var, Oqtay var, Denizlidə işləyir, masaj. Bilməyəcəklər sonra. Oqtay var, masaj. Oqtayla görüşəndə tap vurdum. Düşdü qabağıma elə Bastı. yerlə görmədi bura. Deməli o qolu sən öz karyeranda. O da var. Tez qol Twente-də var vurduğun yox. 7-ci dəqiqə məsəl üçün. Ya dəqiqələri yox, bu var. Mən Sən sənə bir söz əhəmiyyətli, deyim, Ruslan. vacibli. Yo, ən qol yaxşı qol Saint-Etienne. Mən deyəcəm niyə görə deyim. Bax mən Vüqar Nadirov deyəndə mən qollardan öncə nə fikirləşirəm? Mənim gözümün qabağına nə gəlir? Vüqarın sürəti. Yeri gəlmişəm Vüqar Qarabağda Nadirov da Qarabağda 3 dövr oynayıb, 3 fərqli dövrdə oynayıb Qarabağı yetirməsi sayılır əlbəttə ki 2001-2005, 2009-2015 Vüqar Nadirovun Qarabağda ən parlaq karyerası.
həm Avrokuboklarda, həm Azərbaycan çempionatlarında və 2016-2017-ci il mövsümündə də Vüqar Nadirov Qarabağın formasını geyinib, futbolçu karyerasını isə Səbaildə bitirib, millidə 61 oyun, 4 qol. Bəli, Bərk zərbələri var idi. Vüqar Nadirov deyəndə sürəti deyir Alik, amma o zərbələr ki, biz hər verilişdə deyirik, Azərbaycan futbolunda nə çatmır? Qapıya zərbələr. Kamranla xoşlamadım o süddə. Vüqar Nadirovun bir zərbəsi var idi ki, trayektoriyasını, yəni bəlkə də havada bir neçə dəfə dəyişirdi. Baxın da Fagyan ayağının üstünə. Neftçiyə vuranda sən oradaydın da kubokda. Oradaydım, uzaqda. Hələ o orada da bir dənə uşağı idi, top daşıyandı. Başım belə tutdu uşaq. Belə də o pis getdi də 9-luğa da. Mən hərdən hoza deyir ki, Xəzər Lənkərana vurduğum qol yadında da Orxan idi qapıda. Hə, ona özdə oyundan qabaq demişdim, ha Varazım. O da qol buraxdı. Başın üstündə. Hə, oyundan qabaq. Dəstəboy qapıcı idi Orxan. Onu demişdim Biraz ki, boy qol buraxdı. var. O kişi kimi idi də o. Hə, hoca mənə deyir ki, həmişə hazır olanda vur. Mən də hazır olmayanda vururum. Hazır olmayanda da gedir axı başa düşdün. Görsənmir top başa düşdün. Vratar gözləmir başa düşdün. Hazır olanda bir sənədir. Topu düzəlt, qabağıma sal. Çünki vratar yerini alır. Ondan qapıcı reaksiya edə bilir. Bir də var topu mən pis saxlayıram yanımdadır. Qapıcı Sən gəzir karyeranda içəri təxminən neçə qol vurmusan? Detalzlayır gedir də. Təxminən. Çox Çempionatda yoxsa hazır? Yox, ümumiyyətlə karyeranda. Sayımsan et. çox Yox, təxminən Ən çox uzaqdan vurduqlarımız sayırdım. yox, təxminən 100-dən çox vurarsan. Olar da. Hər qol vuranda, yəni qol sevinci nə hiss edirsən? Bunu bizə demə Ruslana deyən. O, yəni o Baxır qola da, hissiyatdan biri var. məhrum adamdır ona görə. Neçə qol vurmusan? Bir dəqiqə yan bu qədər. Neçə qol vurmusan? 2 dənə zərbə zərbəsi. Ruslan da var, Gol iştirakdan yaxşı. neçədən Yox, vurmusan? Ruslan da Amma burada iştirakdan zərbə qollar var. zərbəsindən Alik qol var, vurmaq yox, yox, şey iştirakdan deyil. qol. müdafiəçi olub Qardaş, Badar. qardaş, Şafanı Futbolist qol vurmalıdır. Mən indi burada qeyri-peşəkar kimi danışıram. Futbolist qol vurmur. Qapıçı neçə qol vurub? Vurmayıb, futbolist deyil. Mən belə adamam. Rogerio Sena yüzü basıb keçir. Keçək mövzumuza. Yox, zarafat edirəm. Şey qaldı cəmaət hələ Qaldı. deyəcək oradan Ruslana qarşı. Ruslan mən sənə öpürəm. Lazımdır. Mən də maç eləyirəm. Alik gedir. Hörmətli izləyicilər, Alik bizi tərk eləyir. Hə, əziz dostlar, bu gün mənim sonuncu verilişimdir. Çox Yadınız- böyük bir layihədir. Xeyirli Yəni olsun. film çəkirik və filmin böyük hissəsi Bakıdan kənarda olacaq, bəlkə də Azərbaycanların kənarda oldu və biz neçə vaxtdır bu filmə hazırlaşırıq deyə ona görə üzürlü səbəblərə görə mən layihəni hələlik tərk edirəm və mənim də sizə sualım var, əziz tamaşaçılar. Yəni biz uşaqlarla fikirləşirdik, üçüncü aparıcı kimi dəvət eləyək. Yəni siz fikirlərinizi yazın, amma burada bir variant da var. Üçüncü aparıcı kimi kimsə gəlsin və ya ikisi qalsınlar. Yəni trio Mən çox istəyirdim ki, ikisi formatını qalsınlar. davam etdirəkmi? Etdirəksə Alikin yerinə kim olsun, kimi görmək istəyirsiniz və yaxud elə Ruslanla ikimiz tandem şəklində. Amma mənim ürəyim həmişə Tamam. burada olacaq. Şəkilmi bəlkə qoyaq hər dəfə. Yox, sən şəkilmə qoyub zəbələ. Maket qoyaq da maketinə qoyaq. Sən motor deyəndə niyə görə belə ciddiləşirsən? Niyə motor deyirəm ciddiləşirəm? O çəkiliş Kimdir başlar. o? Çəkilişdən qabaq bir dənə Ruslana baxın. Bir dəfə çəkəcəyəm, telefonla göstərəcəm. Gəlin keçək mövzumuza qardaşlar. Demək ilk Əlbəttə. növbədə mini futbol üzrə milli komandamızı təbrik eləmək istəyirik. Əlbəttə, əlbəttə. Deməli Deməli bu qar oyunlara. Baxdın? Yox, baxırdım, ancaq baxırdım. Evdən baxırdı o. mayın mən bir oyuna 21-i iyunun 1-i aralığında 12 gün ərzində Milli Gimnastika Arenasında möhtəşəm bir tədbir keçirildi. Sadəcə 5-ci mini futbol üzrə dünya çempionatına ev sahibliyi etdik və ev sahibliyi etdiyimiz turnirdə Mundialda Azərbaycan milli komandası baş mükafatı qazandı. Finala qədər rəqib tanımadı. Finalda da həlledici maçda da Macarıstan seçməsini 4-2 hesabı ilə məğlub edərək dünya çempionatını qazandıq. Təbrik edirik öz uşaqlarımızı. Əbəs yerə bu sloqan, bu ifadə formalaşmayıb. Həqiqətən də illərdir görülən zəhmətin, əziyyətin bəhrəsini gördük. Federasiya olaraq, komanda olaraq, futbolçular olaraq azarkeşlərə təşəkkürümüzü bildiririk. Bu 12 gün ərzində Milli Gimnastika Arenasında inanılmaz atmosfer yaratdılar. Möhtəşəm dəstək reallaşdırdılar. Eşq olsun hər birinə. Cənab Prezident də qəbul etdi dünən. Təbriklərini çatdırdı. Uğurların ardını gözləyirik. Çempion olmaq çətindir, amma bu titulu qoruyub saxlamaq daha çətindir. Aralarında Vüqar keçmiş futbolçular da var idi. Yəni peşəkar karyerası olan futbolçular da var idi ki, elə oyunda da hesabı Təmkin Xəlilzadə açdı. Yaxşı bir şeydir. Adı həvəskar futbol olsa da, həvəskar futbolçularla peşəkar futbolçuların vəhdətindən yaxşı bir turnir, komanda formalaşdırır və bu da nəticəsi. İsmail, sənin sözü və qüvvət. Mən də buradan təbrik edirəm. Yəni doğrudan da
çempion o pilləyə gəlib çatmaq olur. Yəni birdə. Amma orada qalmaq, o zirvədə qalmaq çox çətindir. İnşallah ki, əziyyətləri yerdə qalmadı. Yəni hər bir şey elədilər ki, bu mini futbol artım getsin. Həvəskar da olsa, amma yenə deyirəm ki, bütün dünya baxdı, gördü. Yəqin ki, məncə bu inşallah ki, bu FIFA-ya da düşər. Yəni dedilər ki, baxacağıq. İnşallah ki, düşər. Ondan sonra daha maraqlı olacaq mənə elə gəlir. Yəni uğurları bol olsun. Yəni Azərbaycanımızın adıdır inşallah. Amma elə çempionat keçirtdik ki, məncə o FIFA-dan, UEFA-dan baxandan sonra, yəni bunların başqa seçim yolu olmamalıdır. Çünki onların yəni FIFA egidası altında keçirilən futsal çempionatı var. Yəni o çempionatın, FIFA'nın, UEFA'nın keçirdiyi çempionatın səviyyəsində bir çempionat keçirdik, biz təşkil elədik. Heç də geri qalmadı, əksinə. Yəni məncə bəzi məqamlarda üstəliyir də hətta onların. Bəli, keçirik əsas mövzumuza. Qarabağ. Çempion komandadan başlayırıq bu dəfə tura baxış olaraq. Başlayaq mövsümün əvvəlindən. Transfer siyasəti necə oldu, bəyəndinmi? Qarabağ ən çox bizim danışdığımız, irad tutduğumuz nə idi? Bilməm, sən bu məsələyə necə münasibət bildirəcəksən? Avrokuboklar ərəfəsində 3 qapıçının heyətə qatılması. Təbii ki, Lunyovun gedişindən sonra həmin mövqe axsıyırdı. Kohalski, Buntic, Şahrutdinin yenidən qayıtması. 3 qapıçıya ehtiyac var idimi? Üstəlik gənc də var. Amil Yunanovdur. Yox. Gəncin adı... Gənc Amir Rıza idi. O 15 yaşında futbolçu idi. O futbolçudur. Yəni biraz gedib yenidən gəlmək komandaya biraz çətindir adaptasiya olmaq. Çünki məndə də olub o. Çünki ən azından itirirsən də, getdin, təzədən yenə gəldin komandaya, orada itirirsən. Başqa atmosferə düşürsən. Hə, başqa atmosferə düşürsən. Təzədən gəlib bu atmosferə düşmək üçün sənə vaxt zaman lazımdır. Amma yeni qapıçılar da pis qapıçılar deyildi. Amma mən Qarabağın gəlmiş... Pis yaxşı olmağına demirəm bir şey. Sadəcə Avrokuboklara gedən komanda... Yəni mən ona görə gəldim də. Hə, 3 qapıçı, yəni söhbət Avrokuboklara. Mən Qarabağda gəlmiş keçmiş. Yəni həm Avropa olsun, həm çempionat. Hə. Yəni o bu adam vıxıda çıxanda rahat olurdu müdafiəçilər. İndi Ruslan müdafiəçi oldu. Bu adam vıxıda çıxanda qardaş, bilirdin ki, bu Mörtuvu götürəcək. Bizim ən zəif yerimiz nədir buraxarlarda? Vıxıda çıxmamaq. Bir gedirik, dayanırıq. Bütün komandaların əksəriyyətində var ya problem. Tərəddüd var, tərəddüd. Mən də ona gedirəm ki, ya get, ya dayan. Çünki sən getdin, çıxmalısan. Getdin, çıxmalısan, sənin hücumçu şaqda yəni tutacaq yaxşı mənada, vuracaq. Özdə nə qədər qollar yemişik qapımızda. Deyilənə görə heç qayıtmaq söhbəti gedir bu sezona. Eşitmişsiniz, eşitmişsiniz. Mən də eşitdim ki, mən də yazdım. Mən qulağıma çıxmışdı ki, qayıtmaq biraz çətin olacaq. Həm yaş amili var, həm biraz o əvvəlki şeysi olmayacaq. Üçün yaş amili elə o dərəcədə də problem deyil. Əgər doğrudan da məşqində, işində... Şeycdən sonra... Yox, peşəkar... Şeycdən sonra Qarabağın heyətinə qatdığı ən yaxşı qapıçı ilə Lunyov idi. Bayer Leverkusen. Lunyovun özü də. O da yaxşı. Lunyov səviyyə başqadır. Amma şey üçün... Klas idi. Yenə də mənim fikrimə görə əksiyi nə idi? Zəif cəhəti nə idi? Topu ayaqla oyuna daxil etmə. Çox vaxt zəif cəhəti bilirsiniz hansı deyil? Özündən tez çıxırdı. Onun məşqdə başının üstünə atanda, mən bilirəm də, yəni özündən tez çıxırdı. Çox səbirsiz. Acıqlanırdı. Hə, istənirdi. Agresiv. Oyunda da elə idi ha. Oyunda kimsə Nurlan Novruz ona biz o Bakının başının üstündən atdı, ya penalı belə vurdu. Əsəb döymək istəyirdi. O düşürdü alınca da başa elə adamdı. Lamaya kimi belə butsun sırasına çıxardı. Mən Fransada biz məşqdən qabaq onun başının üstündən atdım. Gəldi mənim yaxamdan tutdu ki, yarın dedi belə qol atmasan, mənim yanıma gəlmə. Üstündən dedi, bilmir nə var. Sabah olmasan səni cıracaq. Orada onun qarşılığında necə qol vurur? Həmən epizodda da məşqdə vurmuşam, o qədər hissəndirirdim. Kamran ətər ağzının içindən vururdu. Kamran sən nə verdin, bilirsən bu qədər. Qırmışam. Doğrudur. Kamran Ağayev bildiyin ən acıqlandığı boydu. Elə bir məsafə bu boyda deyil, Alekdən mənim məsafəm. Bam, Kraydan elə bir plastik pas gəldi. Nallayırdı. Ayağın içindən yumuşaq qoyub vur yenə. Bu məsafədən var gücündən ona ki, petazlayır 40 metrdən. Qoyurdu ya qarnına, ya qulağın dibinə. Bum, Kamran belə şuradan kimi verirdi.
Qəbul olur. Dolunca. Qaçır olur qalsa. Bir də bu boyda 7 metrəli 2 metr dayanmışam. Ha belə eləmişəm ki, bir dənə məni vurma. Vurma. Azıqla məni vurursan. Vurma Qəsdən da. vururum ki, istəyəsində başa Bu acıqlandırdı paslayanı. Hər yerdə deyirəm. Bu qardır ağzının içindən vurur. Sonra dedin, gördün, sən dediyini Dedim ki, get çıxart da, yəni setkadan. Get çıxar. Görmədin orada Buratar şey deyir, sentetin Buratar deyir, əllə. Prosta Top orada qəbulunda əlim var idi orada İnternetdə amma zətdə yazırdılar ki, əllə oynayıb adamlı variantı edir. O mən şeydə demişdim də, şeyin verilişində demişdim. o boyda Tanrının əli Maradona'da ola bilər, bizdə ola bilər. Bizdə niyə olmasın ki? Obrisində elə bir yağını görsənir, arxadan baxmısınız, elə bir ki, əlimlə atıram qabağa. Amma burada orada bir sən başqa variant yox idi. Orada bir anlıq eləməliydin hər Buna bax, şey. Bir əllə anlıq. attın orada qabağına doğru. Burama dəydi. İndi bilmirəm, var sistemi olsaydı... Qalabadır, bu nədir? Yox da, indi var sistemi olsaydı, bilmirəm da. Orada 3 dənə Qol qıraqda sayılır da da. bir şey də vardı. Bax, orada da, qapının arxasında da vardı. Biri də buradaydı. Aha. Üçü də hakimlər görmə. oradan Nətər idi, Bruce Lee kimi reski. Hakimlər Eski oradan görmə. Bir dəqiqə baxaq görə hansı hakimlər idi o. Ayda ildə yox, əsrdə bir dəfə belə şey olur. Yəni onu da hakimlər təsəvvür məsələn- elə qolu saymayalar. Deyirlər qolunu atıb. Gör nə boyda gözəllikdə qol elə bilməm. Yəni hakim də gördü ki, maraqlı qol oldu, verdi də. Başa düşdün, o da var. Hakim də sağ olsun, qaqamız. O bəzən bir tərəf ağdanmıdır. Bu transfer siyasəti Musa Qurbanlı gəldi, Hamid Köytə getdi, qayıtdı Musa Qurbanlı. Sonra qışda Kadiborqış gəldi. Junionu satdı 5 Qayıtdı. milyona rekord Kaydı da qayıtdı. sayda. Bu mövsümki nisbətən zəif çıxışlarına baxanda istərsiniz tənqidi fikirlər ortaya çıxırdı Amma nə gözəl bundan da haldır yaxşı ki, ola bilərdi. qrupa düşən komandaya, qrupa düşüb ha komanda. Biz deyirik ki, nəsə zəif alındı. Bu zəif. çox Mən onu deyirəm, yaxşı kimi çox gözəl Gözəl bir aldı. şeydir, əlbəttə. Əvvəl Əlbəttə. deyirdi ki, bir dənə etap keçirik, Ay, keçə sağ. bilmirik. Başa Yəni, düşdün? yəni. Elədən Nə etapı qol vurmağı biz sevinirik. atak eləyə bilmirdik. Qol vuranda biz sevinirik. Atak indi biz bütün rəqiblər deyək ki, olmasa Avropada qol rəqiblər vuraq, buyur, bizdən buyur. ücə çəkinirlər. Qarabağ gəlir, adı var, Qarabağ oynayıb Çempionlar Liqası. Neçə illərdir qrupda oynayır. Neftçi, ücə Azərbaycan başa düşdün necə hər tərəfli də başa düşdün ki, futbol deyək ki, cəmiyyətində avtomatik ücə bizi sayılırıq. Əvvəl deyirdilər ki, Azərbaycan 5 dənə var. Həm 4 dənə var. Əvvəl elə idi də bura. İndi şükür Allah ki, onu aşılamışıq. fikirlər bir şey idi, İndi ya. yenə qalır Biz ki, qardaş, oynayanda. bizim yenə milli komandamız. Və indi o fikir nə hardadır Azərbaycan çempionatında? Futbolda Bilirəm daha axı, çox yoxdur. rəqib olmusunuz. Ən yadınızda qalan. Amma Keşdədə də bir yerdə oynadıq da. Son bir il Keşdə oynadıq. Hansı unudulmaz Inter idi an hadisi olub siz rəqib Keşdə olanda? Quzarlıda oynamışıq bir yerdə. Aha. Bilirdim ki, buna elə bil oynayanda mənim cinahıma düşmürdü. Ayaqları uzun. Biri var, məsələn, Zaur Tağzadə ilə də oynamışam da bir yerdə. Biri var, məsələn, pas verəsən, Zaur yerindən startı elə götürürdü ki, Tağzadə. Güclüdə on startı. Sprinti yerindən elə bir 5 metr məsafə çatmaq Fərq mümkün açdı. deyildi. Bu elə bil Yavaş Qaz 24 kimi yığır. yavaş. Başqa ayaqları uzun. Şirişaqla gedir, başa düşdün. Yerlərdə Mercedes Tras'da. Özü yığa belə. Dalın cavabı da qapı. Meg. Çatıram görürəm ki, Gedəmir. Bale işi gəldi. Başa düşdün orada da. Ucu bilirdim ki, Öyle bir şey bunda qazla işləyirdi. Ondan Bir sonra dənə məsələn qol vurmuşam da, ona baxmamısan ona. Yox. Qapının içində 100% eşələndi palçıqda. görmüşəm. Görməmsən bunu? Görmüşəm. Tofiq Bəhramov da yadva düşür. Kamran idi də qapıda. Ya yox, sən Interdə oynadın, mən Qarabağda Loma oynadım. idi qapıda. Ay sol. Bir dənə partisip eləyirəm bunu şey. Həmən olmamışam. Göstərim onu. Sən sağda oyn. Göstərim. Sən solda oynamır. Göstər biabır elə. Bəlkə qapının içinə girmişəm nəsə straxovka eləməyə. Heç nə istəyir. Girdin elə oturdun bax belə. Bax belə oturdun elə. Yadıma gəldi. Bir dənə partisip elədim. O birisi bura getdi. Bu buraya getdi. Sağla vurdum. Qama ilə bir pişdim belə. Mən sən sağdan oynamırdın. Göstərin. Hə qulaq as, sən sağdan Arkadaş oynayırsan. yanında Inter. Göstərəcəyik. Ay bu sağdan oynuyor. Mən də sağ zaşitnikəm. Necə bir qıraya düşürük? Pas da Sən soldan sol gəlir. oynayırsan, sol zaşnik oynuyordun onda. Həmin oyunda sol Yo, oynayırdın. həmin oyunda sağda oynuyordun, amma nə işin vardı solda Deyirəm bilmirəm. sənə bəli krayından prostrel verirlər. Gəlir sağ tərəfə. Sağ deyirsən. Bir dənə belə gördümsə vurasan qapıya girirəm qapının içinə bəlkə çıxardım. Tasib eləyirəm də qaqa. Çıxardıram da. Ay, Setkadan. orada elə hamımız şey avtomobilə getdiniz Hər orada. vaxtda 1 metrdən belə eləyəndə hamı eləyir ki, vurursan da kim biləcək ki, sən bu Bir dəfə də qardaşın patsinini Onu qoyur. Interdə oynuyordum bir dəfə də birinci oyunda elə bir ki getdim.
2 dənə güclü belə pasif elədim, sonla vurdum, Daniya səlahiyyət olmuşdu qapı. Dil bu qarın uşaqlığı İlin var. dönənin yadıma düşdü, ilin dönənin. İnter Şafada. Şəfanı bildim lan, ilini madiyəm, ilini. Ay elim mən bilsəm sənə niyə deyirəm? Ben 2012, 2013 Hə, onlar Inter'deydim. vaxtları. Hə, o 2013, Aysa Qarabağda 2014 çempion olan Inter'də. vaxt idi. Birində Maksim vurdu, 2-0 qutardı həmin oyun. Var da məndə hamısı 13-14 sezonunda Tapdılar onlar bizim sezonu getdi. şeydir. Deyir, tapdılar, tapdı, o da. Hoppa. Hara getsin o da? Hara getsin? Mən həm oturan gör. Rus Sən Abdullayev də Qaracada adama bax. oradasan, sən də oradasan, ola bilməz. Gəl bura. O Ay, yerdə mən elə sürməsənsən. Xırdalan 00-ın sponsorluğu ilə tura baxışa baxırsınız. Xırdalan 00 içkilərimiz yerində, əhvalımız yerində sıfırdır. Yəni tərkibində 1% belə olsun, 0.0001% belə olsun, spirt yoxdur, alkoqol yoxdur. Yəni o komment rəy bölümündə yazırsınız, vəziyyətləri güldü, bunların pimədən içirlər, əhvalları köçdü. Bizim həmişə əhvalımız köçdü. Yəni məkandan, vəziyyətdən asılı olmayaraq Xırdalana təşəkkürümüzü bildiririk. Azərbaycan brendi tərkibində yenə deyirəm, heç cüzi də olsa spirt yoxdur. İstədiyiniz an içib sükan arxasına da əyləşə bilərsiniz. Avtomobildə idarə edə bilərsiniz. Təşəkkürlər Xırdalan 00. Topaz Fan Klub həm legalda mərc edib, həm də bonus qazanmaq artıq çox rahatdır. Hər 1000 manat depozitə görə 15 manat hədiyyə istəyirsənsə, o zaman Topaz Fan Klub tətbiqini yükləyirsən və hər depozitdə 244-751 voucher kodunu yazırsan, yığılan bonusları hər həftənin ikinci günü VBB Topazın WhatsApp nömrəsini yazaraq həftəlik dövriyyənizə görə bonusu maaş kimi alırsınız. Əgər hələ də Topaz Fan Klubda qeydiyyatın yoxdursa, 10.000 manat arası ilk depozitdə Topazdan 15% və voucher alarkən 244-751 VBB Pay seçmisinizsə, VBB Topazdan da əlavə 10% ümumi isə 25% bonus qazana bilərsən. Təşəkkürlər sponsorlarımıza. Mövzumuz davam eləyir. Qarabağ mövzusudur. Qonağımız isə müasir Azərbaycan futbolunun və Qarabağın əfsanələrindən Vüqar Nadirovdur. Harda qalmışdıq? Ruslan Əmircanovu. Ruslan Əmircanov qapıda necə dayanmışdı belə belə deyələr. Vüqar da haqqa verir orada. Patisi belə də Brus da orada o qabağına çıxan. Abdullayev Sizdə deyildi amma. Belə uçdu Brus getdi. Uca orada o momentdə Lomaya da çıxıb qabağa. Lomaya da çıxıb qabağında durmağa da başa düşdün topun qabağını kəsməyə. Sən orada qapıçını sığortalayırdın. 2 dənə oyunçudur, bilmirəm mənim bölümdəki kim idi, Abramidze idi yoxsa kim idi. Biz də ikimiz də qapının içinə girdik ki, Arif Daşnən sığortalayırdı. Arif də oradaydı. Mən biraz sola meyilli, bu birisi sağa meyilli. Prosto orada elini baladı, deşiyi tapdı və haradakı Yaxşı, səndə taksir yox idi. Taksir yox idi. Taksir bu qarda idi ki, qol vurdu. Bu qar, Günahkar oldu. sən şahidi olmusan, canlı şahidi olmusan. O Xorvatiya oyununda o dabanla pası. Orada taksir kimdə idi? Kamran Ağayev də palçıqda. Orada baş məşqçi taksir. Çünki bunu oynadırdı. Başa düşdünüz. Taksir ondaydı ki, yəni bunu niyə oynadı sənə? 2 həftə pas versin ora. Başa düşdünüz. Çin oludzuru. Özdə O Xorvatiya ilə. Xorvatiya ilə oyunda. O dəhşət idi. Hava biraz başladı yavaş-yavaş özü yağış Get-get bir axdı, sənətər yağır. get-get axdı. Yavaş-yavaş narın əsl o angliski havada patkat edirsən, uçursan, pas verirsən top şiddətli. O var idi ki, orada otursan hamısı palçıq idi. Biri var patkat edirsən belə şimal kimi qol vurandan sonra xalaçda da belə şey edirsən. Qəşəng edirsən. Orada bir qol vurandan sonra belə dalın üstə belə bir sürüşəndə elə bir Trampolin üstünə keçsən də elə bil. Birinin baxırdan paran yoxdur, başa düşdün. Kim oludzuru? Karaçı Kamran da durub qapıda. Yağış başladı, birdən mürə başladı atmağa. Yavaş-yavaş lopa. Maroz da var ha, maroz da var. Soyuq da var. Şaxta çox şax. Təsəvvür elə 5 dəqiqənin içində elə yağış yağdı ki, stadion bildiyin oldu lujada su. Ot da yox idi. Ot da yox, bütün su drenaj yox, Gəl palçıq. oyna da orada. Pas verə bilmirsən. 5 Ancaq qaldırırsan, metr, atırsan. 1 metr belə pas atırsan, top suyun içində elə bir dənizdə oynayırsan. Topun altından da belə qaldırırdıq, biraz yuxarı. Çimərlik futbol kimi. Getdi o tərəfə, o tərəfdə bam suya düşür. Onlar oradan qaldırıb vurur. Bir dənə ştrafın oyunumuzun içində balaca elə bir 3 kvadratlıq yer var. Yaşıllıq var. Amma orada var. Yaşıllıq. Pas gəldi, düşdü Gözümün mənə. qabağında deyil özü də mənim. Mənim Mən də gözümün stoper oynayıram, qabağında. eşitirsən? Gəzələrində ona görə Azərbaycan futbolu yoxdur. Da Azərbaycanda ayna benim belə getdi. Təzdən başlayacaq var yazma. Mən də Kamran da durub qapıda. Gəldi top düşdü belə qabağıma ştrafın başında. Oyunçular da görürlər axı ki, üstünə getmək lazımdır. Mənə lazımdır. Hələ topu qaldırana kimi altından, vurana qədər bir 2-3 saniyə gedəcək.
top suya düşən kimi suyuna belənsinə. Güya ki, atakan qururuq. Biz də ki, atak qurmaq istəyirik. Gördüm 2 nəfər, Modric oynayırdı onda Xorvatiya. Oynayırdı, oynayırdı. Deyəsən var idi. Ondan sonra İki nəfər üstümə çıxarmamısan. bir sən atar gəlir, buradan da çata O bilmirəm. qədər bomba olub ki, yəni Modric var, yox, Lejner, deyəsən var idi. Özə kül ət aparır, yağış. Kamran belə elədi, belə Lars, elədi. doqquzluq- Bax belə baxdanca, bax belə baxdı, getdi gizi var ötü. Bilişniyə. 3 dolardan çıxıb müəllim qayıtçı alarsan. Mələttin uzaqlar Ona qoydu. nə baş verdi ki, sən özünü doğrudan ulduz saydın orada. Dedin, bax bu mənim momentimdir. Yəni Kamran arxayın oldu bu. Bilmirəm, Kamran oradan daldan verdi ki, ver mənə, ver çıxardım, ver çıxardım. Yəni orada mən ona pas verəsi deyirəm, yer lujadır. Fikirləşməyə də sahib Amma əslində olmaq Kamran da. da səhv elədi. Gəlib götürməli. Orada şop dayanmısan ştanqanın altında. Gəl bir Hə çıx də dalağa oldu. çıx. Yox, vura otoda, vura oto. Vura ota və yoxsa Kamranın reaksiyasını gözləyirəm, hörmətli Kamran izləyicilər. O qolla bağlı, o hesabla bağlı Orada Kamran. gözləyirəm reaksiyonu. Orada gözləyirik Özü də Kamran. burada yoxdur, hamısını atırıq olsun. Kamran orada deyəsən dedi mənə ki, belə eləmə bilmə. İndi Nəsə Kamran Kamran gələndən dedi? sonra, Kamran gələndə oturacaq iki qardaş burada. Söhbət bizə niyə fırlanacaq? Bu qardaydı. Bu qardaydı. Bu Mən qapıda gol vurmamışam. Top itirdi. İtirdi topu, ondan sonra gəldi. düşdü Onda topu bizdə sonra. kimsə Dağıstanlılardan oynayan var idi onda. Hə, var idi uşaqlardan kimsə. Qarıcı bir gün bir kişi olub. Amma bu söhbətləri belədir. Bir dənə bir gün kişi Neyse olur. bir gün kişi olur da pul bildiğin balta kasmır da pulunu. Bir tane oğlu olur, prosto yaramazdı da bildiğin ağzı ayrıqdır. Yani Mağmın. Mağmunun biri de bildiğin atır. Konkret ağzı ayrıqdır da. Atası ilə bir uşaq vaxtından tapşırır ki, bala get oradan məsələn dükandan bir dənə test çörək al, gəl kuloka qoyurlar. Bir dənə lazımdırsa gedib götürüb evə qaldırma. Gedib elə bir uşaq hazır polisə zada uşaq axtarılır. Elə yaratmazın biri də uşağı buyur, dalından yuyur. Yürüdü. Kişi Dağla deyir ki, ruh elə yürüməcək. dalından yuyur. Uzun bir dalından belə get. Neyse bir kişi uşağı böyüdürlər, deyirlər yavaş-yavaş bəlkə özünə gələr Alekdən, nə həyat ör gəlir buna. Deyirlər mən bu boyda var dövlətim zadım. Bəs sən bu sənə qalmalıdır. Sən evin son beşiyisən. Sənin üçün eləyirəm hər şey. Biraz bir ağzı ayrıq olma, biraz diribaş ol ki, bir həyatdan bir bu həyatın şeylərini bu Biclikləriniz adını. Biclikləriniz adını örgən ki, sənin bu başından basıb çörəyin əlindən alacaqlar zat bilənsinə. Nəsə uşaq böyüyür. Yenə də ağzı ayrığın biridir, da yaramazın biridir. Heç nə, heç bir yaralı var eləmir. Nəsə kişi ucu ölüm ayağındadır, düşür xəstəxanaya. Son nəfəsidir deyirlər, kişi yazıq vəsiyyətini eləyəcək, nə bilim, nəsə bunu suyunu nəfəs aparatına qoşurlar, amma halı özündədir xəstəxanada. Nəsə deyir, oğlumu görmək istəyirəm, oğlumu çağırın yanıma. Nəsə oğlum gəlir bunun yanına belənsinə, qapını belə açır, atacan, görür uzanıqda belənsinə, elə bir görür qapıdadır, atası elə bir son belə əlini belə zordan belə qaldırır əlinə. Bəri gəl. Belə deyən momentində nəsə oğlu qapını belə bağlayır. Elə gəlib atasını belə qucaqlamaq istəyəndə gəlib belə kravatın yanına belə çatanda elə ayağı o suyun nəfəs aparatının şumuru yoxdur. Ayağı ona ilişir. Suyun nəfəs aparatının rozetkadan oradan çıxır kişi bax. Benim ya momentinin nəfəsini kəsir başa düşdü. Burada da xeyirdir. Belə bilir ki. Nasıl bir uşağı belə çağırdı. Kulağım belə çağırdı. Nereden gelen? Çok hayırlısına değil. Zad olsun abi. Burada da bir koymadı geldi bir aparatı çıkardı diye düşün oradan. Vüqar, Qarabağ qızıl dubl eləmək istəyirdi, alınmadı. Çempion oldu, yenə rahat çempion oldu. İstənilən heyətə baxmayaraq Azərbaycan çempionatında rəqib tanımır. Gəlin, bu acı reallıqdır. Bir tərəfdən də Qarabağ üçün yaxşı bir haldır. Digər klublarımız üçün acı reallıqdır. Yəni ən yaxın izləyicisindən 15 xal, 16 xal, 20-yə yaxın xal fərqi yaradırsa hər çempionatda, demək ki, artıq bu illərdə qurulan sistem mükəmməl şəkildə davam edir, mexanizm kimi, saat kimi işləyir və heç bir rəqib də yoxdur. Kubokun finalını izlədik. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda. Doğrudan da maraqlı final oldu. Əlavə vaxtda qalib müəyyənləşdi. Sabah Özü sonuncu saniyələrdə Sabah, bəli, 90 üstə gəl 7-ci dəqiqədə bərabərliyi vurdu. 119-cu dəqiqədə vacib qolla kuboku qazandı və UEFA Avropa Liqasına vəsiqəni qazandı. Bir mənalı qarşılanmadı. İzləmirsən yəqin ki oyunu. İzləmişəm mən.
İnqilab Məmmədovun idarəçiliyi. Pauzada fasilə zamanı biz bir epizoda baxdıq ki, penalti epizodunda deməli qapıçı Sabahın qapıçısı penaltini qaytarır. Mən başqa epizodlara hələ toxunmaq istəmirəm. Qapıçı topu qaytarır, götürür əlinə. Oyundur, oyun anıdır, oyun epizodudur. Top qapıçının əlindədir. Sabahın futbolçuları bu sevinci birlikdə yaşamaq üçün, qeyd eləmək üçün qapıçıya yaxınlaşırlar. Bir futbolçu gəlir, topu əli ilə toxunur. Təsadüfən. Sonra gələndə bir dənə də topa bir şillə, bir dənə də qapaz vurur, çıxır gedir. Var hara baxır, yəni bu penaltidir də, əllə oyun, oyunun gedişatı, futbolçu. Penalti Ayaza görə vermişdilər penalti. Ayaz. Bəlkə sevincə görə, bəlkə sevincə olub, fikir vermir. Topa əli ilə vurur. Bilmir o, sən qapçısan, gəlibsən topu tutursan. Neçə dəfə belə yəni buratar topu tutur, gəlib əllə vurur, gör sevinci. Olmaz da. Onda nə verib reaksiya, nə hakimliyin? Penaltidir. Verib yəni yolu. Verməlidir əlbəttə. Yox, bilirəm, verməlidir. Mən görməmişəm. Yox, verib. Görmüsən elə bir epizod mənim yadıma gəlir ki, mən olar biləm bir dənə söz Yumor futbol YouTube-a salın. Orada belə momentlər də düşür misal üçün. Hə, adam bilmir. Amma deyəsən rastıma çıxır elə bir şey. Onu qucaqlayıblar, qapıçı 11 metrəni tutub. Gəlib qucaqlayıblar, qapının içinə girib gol veriblər. Elə moment oldu. Amma qapıçı belə topu tutsun və oyuncu gəlib sevinəndə belə qucaqlasın. Oradan əli belə qapıçının qucağında olan topa əli belə dəysə, o penalti sayılırmı? Penaltidir qardaşım. Oyun daxilindədir. Oyunçu cərimə meydançasında əllə oynaya bilər. Qırmızı da verə bilər də. Qırmızı bilmirəm, amma penalti əgər verirsə penalti qırmızı da verməlidir. Yox, qırmızı yox. Penalti verəndə sarı görə qırmızı vermirlər. Baxır da o penalti kriteriyası var ki, rəqibi aşkar qoldan məhrum etmə deyil. Amma cərimə meydançası daxilində əllə oynayırsan, penaltidir. Sarı verəm. Yəni var hara baxır, var niyə? Heç o epizodu var görməyib. Niyə görməyib də? Yox, düşür videoda. Prosta o gol sevinci hamı ora sabah vurdu. Ümumiyyətlə, Vüqar. O momentə heç girib var tabii. Vüqar, ümumiyyətlə final. Sabah pis oynamadı, yaxşı oynadı. Verilən qərarlar, ümumiyyətlə İnqilab Məmmədov, mən hakimlərimiz barədə danışmışıq hər buraxılışda. Qərəz yoxdur demişik. Amma bu İnqilab Məmmədovun idarə etdiyi oyunlarda elə hadisələr baş verir ki, özü onun başına gəlir hamısı da. Bilmirəm ya onun başına gəlir, ya bu nə məsələdir? Niyə birincisi belə bir vacib oyunda məndə İnqilab Məmmədovu aşağılamaq fikrim yoxdur. O qədər vacib hakimlər qala-qala niyə oyuna məhz İnqilab Məmmədovun təyin olunması qaranlıq qaldı. Oyuna elə bildim Əliyar olacaq. Əliyar olmasın heç məsələ olmaz. İlk gələn Əliyardır, Əliyar Ağayev. Məsəl üçün Fərid Hacıyev, Kamal Umudlu, bu arada yəni FIFA hakimlərimiz var. Yəni Qurban Qurbanov kimi adam, heç vaxt hakimlikdən gileylənməyən, şikayət eləməyən adam ən bərbad idarəçilik dedi. Yəni Qurban Qurbanov ən bərbad idarəçilik dedi. Özü də peşəkarcasına dedi idarə elədi. Yəni o peşəkarcasına məcazi mənada dırnaq arasında deyilən bir ifadə idi ki, yüksək səviyyədə bu oyun idarə olundu. Babaları öz boyunlarına, başqa biz nə... Amma gördüklərimiz onu deməyə əsas verir ki, yanlış və kobud xətalar, səhvlər çox olur. Sən bilirsən ki, bəlkə də tamaşaçılar da hansısa ola bilər yadında qalmayıb. Amma statistikaya görə İsmail, Berezovski komandaya gələndən sonra Sabah komandası Qarabağı uduzmayıb Sabah. Bəli, bu da çox maraqlı bir məqamdır. Və kubok məşqçisi olduğunu bir daha sübut elədi. Turantovuzu çıxartdı, Neftçini çıxartdı, Qarabağ uddu finalda. Sual verirlər ona ki, və siz Qarabağa gəlişəyə, Sabaha gələndən sonra sizin komandanız hələ indiyənə qədər Qarabağ yəni hamını məğlub edib, amma sizi məsələn komandanızı məğlub eləməyib. Və bunun nəsə bir sizin nəsə bir formulu varmı Qarabağa qarşı oynayanda uduzmamaq və yaxud da nəsə bir sirri varsa bildirərdiniz öz fikrinizi, özü də məşqçi deyir ki, yəni bunun bir formulu, bir sirri yoxdur. Sadəcə olaraq futbolçuların meydançada çıxıb verdiyimiz tapşırıqları %100 yerinə yetirməkdir və bu kubokun da qalib olmağında, yəni hamısı meydançada uşaqlar sona qədər özünə inanıb və bu qələbəyə inanıb meydançada mübarizə aparmalıdır. Bu Qarabağ Avrokuboklarda yeri gəlmişkən Şaxçorda məşqçilərdən biri Azərbaycanlıdır. Uşaq futbolunda Elnur Vəliyev. Elnur Vəliyev. Yəni bu Azərbaycan üçün çox gözəl bir haldır. Bu Qarabağdan nə gözləmək olar Avrokuboklarda?
Yəni inşallah Bu Qarabağdan yəni indiki hal-hazırdakı bir dənə söz İndiki yoxsa deyil. bundan sonra kimisə gətirəcəklər transfer indiki onun hamısı içində gedir də bura. Kimi gətirəcəklər? Hamısı yox. Və hansı mövqeyə şiddətli dərəcədə transfer lazımdır? Söhbət gedir. Tahir bəy də dedi ki, yəni demək olar ki, hoca nə desə biz oyunçuları da alacağıq. Çünki o mətbuatda da oxundu, gördüm mən də. Yəni mənə elə gəlir ki, hoca həmişə hər mövqeyə oyunçu axtarır. Fərqi yoxdur. Qapısından tutmuş, düzü. İndi Qarabağa hansı mövqeyə futbolçu mütləq və mütləq vacibdir? Biz həmişə Juninho deyirik. Kadi gəldi, yəni Kadi gəldi, amma Kadi yenə də hələ də çəkisi var. Yox, çəkisi razı. Əvvəlki Kadi olmaq üçün o ən azından çəkisini salmalıdır və öz formasına bərpa Yəni eləməlidir. indiki Kadi Azərbaycan çempionatı kifayətdir. Avropada çətin olacaq da başa düşdünüz. Mənə elə gəlir hücum xətti düzəlməlidir, müdafiə xətti düzəlməlidir. Müdafiə cinahlar yoxsa mərkəz? Medina axırıncı oyun niyə oynamadı? Zədəli idi yoxsa bilmədim. Medina Yox, zədə var. Zədəsi Zədəsi var onun dizində, hə. Dizində bir zədəsi var. Çünki Bədavi də oynamadı. Bədavi də oynamadı. Hə, mən deyirəm də Bədavi milliyə də desin çıxarıldı şeydən baxın. Milliyyədə də tanıyıb Bədavi sonunda. Zədə səbəbindən də. Yəni o da zədə. Yenə də bax görürsüz, hər mövqeyə ən az 2 dənə, 3 dənə, maksimum 3 dənə. Lap varındısa maliyyən 4 dənə al. Maksimum boşluğunu doldurmaq lazımdır. Sağ müdafiəçi. Bəs Qarabağın heyətində səncə mövsümün ən yaxşı futbolçusu kim oldu? Bu mövsümdə yerli də ola bilər, əcnəbi də ola bilər. Mən elə düşünürəm ki, yəni Elvin pis təsir bağışlamadı. Hə. Tural Elvin. Bir də görürsən ki, Tural sağda oynayır. Yəni moment o bizi nəyə görə qoyur? O da girsin solla ya pas versin, ya udar versin, ya aradan versin. Yəni belə şey onun içəri girməyinə görə sonra. Özdə o ən belə şey fiqurlardandır ya Qarabağ üçün o. Harda nə boşluq varsa elə onu hara boşluq yaxşı şeydir. Əslində o əla şeydir. Sən bir futbolçu 3 dənə yerdə oynayanda sənin üçün rahat olur. Bir oyunçu almırsan, başa düşdün necə? Artıq oyunçu almırsan da, hə. Mən xoşlayıram elə şey əslində. Biri həm mövqe müdafiəçi oynasın, axırıncı müdafiəçi, həm dayaq müdafiəçi oynasın, həm sol əla bir şeydir o. Mənə Berti Fox gələndə mən hücumdaydım, məni çəkdi, elədi winger. Sağ-sol winger elədi mən. Oysa. Oynaya bilərsən bu qart. Deyirdim ki, oynamıram. Oynamıram ki, mənə fərqi nə? Sürətim varsa niyə oynamıram ki? Mən neçə ildir Qarabağda Fransaya gedən STT-də hücumçu oynamırdım. Ronaldo zədələndi, düşdüm qabağa. Hələ həmin mövqedə fərqi nədir ki? Yəni orada da açılmalar var, burada da açılmalar var, burada hərəkətli oynayanda Nefsidə sağ-zaşinik oynuyordum. Soldan Alessandro zədələnirdi, Ruslan soldan oynaya bilərəm, oynamıram, oynadım. Rəşad Abdullayev Lənkəranla 4 oyunda qırmızı aldı. Ruslan oynaya bilərsən, oynamıram. 2 sualım var bu qara. İkisinə də hə ya yox cavab verə bilərsən. Versin daha məqsədə uyğun olar. Səncə bu il Qarabağ Çempionlar Liqasının qrupuna çıxa bilər ya yox? Səncə? Hə demək transferdən çox şey asdı. Transferdən asdı. Çox gözəl. Sənin baş məşqçi olduğun Şəmkir nə vaxt Çempionlar Liqasının qrupuna çıxacaq? Bilirsiniz ki 2001-2002-ci il Şəmkir oynayıb Çempionlar Liqasının. Onu bilirəm. İnşallah ki indi Gürcüstanda at oynadan Xviçanın atası ilə bir yerdə. Bilirsiniz də, hə Badri orada Şəmkirdə böyüdü. Bəli. Şəmkirdə doğulub elə özü. Finaldan sonra söhbət eləyirdik. Yəni doğrudan da Şəmkir mən 7 aydır Şəmkirdəyəm. Yəni doğrudan Şəmkirin azarkeşləri olsun, yəni Şəmkirin cəmaəti olsun, futbol üçün yanırlar. Yəni Şəmkirdə çünki həmişə futbol olub. Əlbəttə. Həmişə futbol. Yəni bir dənə mən yenə deyirəm ki, Şəmkirlər qardaş, mən deyirəm onlar yaxşı mənada ayağa qalxa, Şəmkir niyə qalxmırlar ayağa? Vallahi bilmirəm onu. Yəni Şəmkir hal-hazırda Premyer Liqada oynayır. Vüqarın sözü iş adamlarına deyir. Hə, bəli də, yəni iş adamlarıdırsa əziz Şəmkir iş adamları. Yəni Şəmkirdə də Vüqarın sözünə qüvvət, iş adamları var ki, ürəkləri futbolla döyünür. Vüqarın ələklərin sözünə qüvvət. Vüqar bayaqdan səsini çıxartmır. Vüqar da dedi. Yəni futbola marağı artırmaq üçün, bölgələrdəki futbolu inkişaf elətdirmək üçün bax bu cür adamlara, iş adamlarına ehtiyacımız var. Dəstək olaq, bir-birimizə dəstək olmaqla, birliyi nümayiş etdirərək futbolumuzu da dirçəldə bilərik. O elə sözünə qüvvət. Mən orada çox şey demişəm ki, qardaş, stadion düzəldin, bərbaddır. Bir dənə ehtiyat stadionu var oranın. Oranı düzəldin, meydançanı
düzəldin. Razı Yəni baxacaq. ay sol, bazı əl gəzdir, kosmetika işi. Bəli. Başa ancaq çünki Futbolçuya Futbolçu necədir lazımdır. stadion? Futbolçuya Bərbad, lazımdır, bərbad. lazımdır. Top özdən Razdivakası ağzıma gəldi. olsun. Razdivakada məşqdən sonra girib çimə Ay bilir. sol. Birinci növbədə qardaş meydançası olmalıdır ki, hansı ki sən çıxıb orada taktiki məşq edəcəksən. Hə də mən Sən pas məşqini oynayım, hə. meydançada futbolçuya başa salanda biri var futbolçu belə kələ götürüb Şəmkir oynayır. neçənci liqada Sən- oynayır indi? İkinci liqada. Mən Beşinci yerdə mən bitirdi. gedəndə 9-da götürmüşdüm, Beş 9-da. Beşinci 5-də yerdə. 4-də də qalxdım. Yəni az bir Yox, müddət ilə. fakto. İkinci liqada 5-ci yer. 5-də qurtardıq, hə, buyur. Üst-üstə dəfələrlə çempion olan Şəmkir hal-hazırda ikinci liqada 5-ci yerdə şey bitirir. Vallahi mənə bu şey çatmır. Yəni deyim ki, biz İtaliyada yaşayırıq, mən İspaniyada yaşayırıq. 700 mindən komandamız var. Yəni onlar da hə var, yoxdur. Bu gün var komanda, sabah yoxdur. Yəni Azərbaycandır. 10 dənə, 15 dənə normal komandamız ola komandaları belə xərcləyirik. Vüqar, xoş oldu həqiqətən qardaş. Məsələni orada həll edək. İnşallah. Yorulmayasan, işlərin avand sağ olun, olsun, minnətdaram. uğurlu. Aa, yəni bir dəqiqə deyən, doğrudan Haydi. Moskvaya gəlsən axı. Alsa, hə. Əziz və hörmətli Şəmkir Futbol Klubunun azarkeşləri. Artıq dərəcədə sizdən xahiş edirəm ki, Vüqar bizə oradan mesaj yazsın ki, Sponsor burada tapacağım, görüşdük, sponsor söhbət tapacağım. elədik, narahat olmalıyıq mən Çempionlar Liqasına Eşək, gedib Şəmkir. eşək. 1-2 ildən sonra. Çox xahiş edirəm sizdən bu məsələ ilə məşğul olun. Vüqar, təşəkkürlər. Tək Sağ ol, olsun, çox sağ ol. İnşallah. media Salamat dəstəyi get gəl. biz Bir eləyərik. də milli komanda olsun, Qarabağ olsun, yadında qalan ən xoş hadisə, əhvalat. Məzəli də ola bilər, əlamətlər də ola bilər. Onlar mən bir xatırladım bir dənə hadisəni. Vüqarla bağlı. Vüqar mənə danışıb, biz Vüqarla deyəsən Londonda görüşmüşdük, hansısa tədbirdə idi. Orada sən o Latviyanı danışdın, o Pribaltikada Ruslanın şalvar sözü. Hə, Levin şalvarı. Hə, onu danışa bilərəm. Levin şalvarı. Orada heç nə Yəni yoxdur ki. danışım orada, yəni Suluğa tutdu. İndi bizim şey olurdu da, məşqdə o oyunlar olurdu, qutarırdı onun. Bir gün istirahət verdi ki, kim istəyir şəhərə da çıxsın. Bu da istədi ki, yəni milli paltarla geyinməsin, milli komandanın paltarını geyinməsin. Məşqdən onu Məşqdə qutarır. danışırıq. Dedi ya, gedək şəhərə Hə, rahat falan. olasın. Hə, bu da mənə dedi ki, kim götürüb Lazanski? var, nə bilim. Dedim ona tapmışam birini. Kim? Dedim Levin şalvarı var. Yəni cins sənətlər o da onun da ayaqları kırılır. onları çömbələndə belə rival olaraq şeylər. Bildiyin içəri girir də. Bu geyindi. Basketbol. Amma yox, bu geyindi hələ gülmürük. Geyinib, hələ baxmırıq. Bu bizim qabağımızda belə geyindi, biraz qabağa. Bunu biraz qabağa buraxdıq. Gördük yolu cins əyilib. Amma bu nə düzdür, cins əyilib. Başqa oradan da şalvar düşür, it tuta gedir belə. Tuta ki, axırda oradan yerdən bir də şey tapdı. Nəfti simiydi, nə idi o tapdı. Bir dənə belə də düyün vurdu. Başa üstündə gedir də düyün. Onda yox Onda bizə heç ara buraxmırlar. Heç kim Neçə qrazdan raz nəfərimiz var idi? O da bilsən nə? yekəydi o da. Reperlər zadlar var. O da Yox, böyük yox. Mən də dedim olmadı. Elə Şalvarın cırığı çatmırdı bunda. Şalvarın balağı bildiyi beləsinə da başa düşdüm. Banan şalvar. Banan. Bu banan gör bunun ayağı nətər əyiriydisə bu Levinin. O bananı da əymişdi. Da cins bab eləsinə idi. Onu gözürüm deyirəm o. Belə bir doldan elə bir ayağım örtəzə yoxşur da. Kabo şalvarı. Deyirəm kovboy şalvarı. Bunlar da mənə güldür, mənə Mən gülür. sənə bir dənə söz, sən bəxtin səndə də işləyir. Harda? Sən o şalvara məftilcə bağlamısan. Təsəvvür elə hansı jurnalist belə şəkil çəkir. Azərbaycan yığmasının aparıcı oyunçularının vitfasonuna bax. Mən başa deyirəm. Amma sən bir dənə söz deyil. Amma sən bir dənə söz Birazdan belə olsaydı sizə gedirəm. Avropada sənin üçün yardım fondu Yox, açardım. mən başqa şey. Elə bildim sən başqa. Maykan Ruslan salmışlar üstünə. Əmircanov. Maykan Ali. dəmir çıxmışlar. Ayaq Maykan çıxmışlar. sana dəmir çıxmışlar. O elə bil zırırdı. Ruslan Özünü pis aparıcınsa böğründən belə eləyirdim, cart. Şıram atırdım böyle. Yox, həmin o şalvarı neçə saata soyundun sən təzə? Saat deyəndə saniyə. Məftil, ala bura, şeyləm, Məftilə açırsan özü düşür də. Son olaraq Vüqar Nadirov özünü Azərbaycan futbolunda kimi görür? Yaxın gələcəkdə. Məşqçi kimi, yəni necə? Məşqçi kimi, Hansı komandada məsələn? idman istəyirsən, direktoru hansı kimi komandada? və ya hansı Yox, komandada? mən işimi yəni qurmuşam, yenə deyirəm, yaxşı mənada. Sırf məşqçi kimi inşallah indi Ruslan adı olub, mən də avqust sentyabr ayında A kateqoriyasına Xeyirlisi. getmək istəyirəm. Yəni bir girmişəmsə bu işin içinə, yəni istəyirəm ki, Yenidən Qarabağa qayıtma ehtimal varmı? onu Allah bilir. Allah bilir.
Yəni mən heç deyəməm. İnşallah yaxşı oxuyarsa. Desin ki, hə, hamı yazsın, hə, Qurbanovun ayağının altını qazıyır. Estağfurullah. Mən istəyirəm ki, baş məşqçi kimi Estağfurullah. gəlsin, Vüqar Nadirov gəlsin baş məşqçi kimi Qarabağa, amma Qurbanov da getsin Real Madridə məsəl üçün baş məşqçi kimi. Növbəti həftə yenə qarşınızda olmaq ümidi ilə bir daha Vüqara təşəkkürümüzü Sizə bildiririk. çox sağ olun. Minnətdaram. Yazın rəy bölümündə fikirlərinizi Sağ olun, oxuyacağıq. özünüzə yaxşı baxın.